Yarışın başlamasına bir neçə dəqiqə qalıb. Hərbi birləşmələri, ayrı-ayrı hərbi hissələri və hərbi akademiyanı təmsil edən komandaların hərbi qulluqçuları güllə keçməz jiletlərini və dəbilqələrini geyinir, start xəttində öz yerlərini tuturlar. Bir-birimizə kömək etməyə, dəstək olmağa, çətinlikləri birlikdə dəf etməyə hazırıq. Dəfələrlə müxtəlif yerlərdə, müxtəlif iqlim şəraitində zirvələri fəth etmişik. Ümid edirik ki, komandamız birinci yeri tutacaq. Əminik, çünki təlimlər normal keçirilib, hər bir tapşırığı yerinə yetirməyə hazırdılar. Bir an sonra zirvənin fəthi bölmə tərkibində yarışının sonuncu müstəqillik yüksəlişi mərhələsi başlayır. Bu yarış 4-cü final mərhələsidir. Məqsəd hərbi qulluqçularımız arasında hərbi tətbiqi vərdişlərin inkişafı, mürəkkəb ərazidə sürətli orientasiya, sürətli və təhlükəsiz hərəkət etmə vərdişlərinin formalaşdırılmasıdır. Heç kim mövqelərini güzəştə getmək fikrində deyildi. Hərbi qulluqçular güclərini toplayaraq Geğandağ silsiləsinin daşlı yamaclarını dəf etdilər. Bu cür yürüşlər bizi fiziki cəhətdən möhkəmləndirir, bundan əlavə həm də psixoloji cəhətdən buna komanda işi də əlavə olunur, çünki zirvəni bir nəfər deyil, komanda fəthidir. Və hətta bir nəfər komandaya çata bilməsə və zirvəyə qalxa bilməsə, qalanların nəticəsi heçə bərabərdir. Xüsusiyyətlərdən biri də odur ki, hər mərhələdə bir iştirakçının iştirak etmək hüququ var, buna görə də il ərzində hazırlaşaraq və yarışlarda iştirak edərək çox sayda hazırlanmış və dağlarda fəaliyyət göstərməyə qadir hərbi qulluqçuya sahib oluruq. Dağ yamacında oksigen azlığı, avtomatın, güllə keçirməz jiletin və dəbilqənin əlavə yükü hərbi qulluqçuların hərəkətini yavaşladırdı. Lakin fiziki çətinliklər iştirakçıların inadını və finiş xəttini bir dəqiqə əvvəl keçmək əzmini azalda bilmədi. Ordunun ən güclü komandaları ilə bərabər yarışa hərbi akademiya kursantlarının komandası da qatıldı və ləyaqətlə çıxış etdi. Çox yaxşıdır. Komandanın böyüyü, polkovnik leytenant Qaribyan deyir ki, bunun sirri akademiyada kursantlara aşılanan, qarşıya qoyulan məsələni nəyin bahasına olursa olsun yerinə yetirmək, çətinliklər qarşısında əyilməmək ideyalarının nəticəsidir. Hərbi akademiya həm taktiki təlimlər, həm də fiziki hazırlıq şəklində komanda işinə, kollektivin ahəngdarlığına, kollektiv qruplaşma fəaliyyətlərinə böyük diqqət yetirir. Buna görə də əminəm ki, komanda yaxşı yer tutacaq. Bir müddət sonra zirvəni birinci fəth edən komandanın üzvləri birlikdə 3 rəngli bayrağı qaldırdılar. Gərgin və güzəşsiz mübarizədə hərbi akademiya komandası ikinci mükafat yerini tutdu. Əlavə edər ki, zirvənin fəthi bölmə tərkibində ümumqoşun yarışının 2025-ci il qalibi komanda keçən 4 final mərhələsinin ümumi hesabında göstərdiyi nəticələr əsasında müəyyən ediləcək, medallardan və fəxri fərmanlardan əlavə ümumqoşun yarışının kubokuna da varig görüləcək. Nerses İvanyan, Hayk Çilinqaryan, Razmek Tigranyan, Zinuş.